Bilirəm, bütün izləyicilərimiz soruşur, ərazi olaraq villa təqdimat edəndə ilk sualları villanın hansı ərazidə yerləşdiyini soruşurlar. Qaraçuxur qəsəbəsində ideal yerləşmə yeri var. 104 nömrəli məktəb, Bakıxanov qəsəbəsinə gedən yol, 8 ədəd villanın yerləşdiyi məhəllə, asfalt küçə, bir dənə operatorumuz göstərsin. 8 villanın artıq belə deyim də bir çox satılıb, artıq yaşayış var. Paket Qubçalı evlə gəlmişəm sizin üçün. Bura giriş hissəsidir, jalüz, pultlar, darvazasıdır, qapısıdır. Fərqli bir dizaynla tikilib dostlar. Belə geniş həyəti var, torpaq sahəsi 3.2 sotun üstündədir. Sağda və evin sol tərəfində yaşıllaşmaq üçün əlavə yerlərdə saxlanılır. Kanalizasiya sistemi dövlət kanalizasiya sistemidir, tam etli döşənir. Burada da birinci mərtəbədə qarajdır və ikinci, üçüncü mərtəbələr də yaşayışdır. Evin daxili ilə də tanış olacağım dostlar. Yerləşmə yeri haqqında dedim, çox həqiqətən super məhəllədə yerləşir. Sənədlərində heç bir problem yoxdur. Kim ipoteka ilə ev almaq istəsə, bu evi ipoteka ilə də almaq olar. Çünki paket Qubçalı bir evdir. Evin tikilişi barəsində qısa bir məlumat verəcəm, əziz dostlar. Ev şəxsi tikilidir. Monolit betonla inşa olunub, hər bir mərtəbəsi monolit betondur. Yəni 3 mərtəbə, 3-ü də monolit betondur. İndi istəyirəm dostlar, evin daxili ilə sizi tanış edeyim. Daxili də, yəni evin xarici qədər həqiqətən ev sahibi çox gözəl, yəni zövqü var. Zövqlü bir iş görüb, zövqlə təmir işləri aparılır. Bir dənə daxili ilə tanış olaq. Evin birinci mərtəbəsində qarajdan əlavə belə xol hissəmizdir, girişdə istipolla təmin olunub və evin mətbəx hissəsi də var. Böyük ölçüdə geniş bir dənə birinci mərtəbədə mətbəximiz var. Evimizin ikinci mərtəbəsində geniş bir dənə xol hissəsi eyni birinci mərtəbədə olduğu kimi istipolla təmin olunub. Zal, mətbəx və yataq otağımız var. Sanuzel, sanitar qovşaq, əlbəttə ki, ikinci mərtəbədən eyvana çıxışımız var. İkinci mərtəbənin eyvanı öz həyətinə baxın. Üçüncü mərtəbədə bizi 3 ədəd yataq otağı qarşılayır, əziz dostlar. Sanuzel, sanitar qovşağımız da var. Əlbəttə ki, ikinci mərtəbədə olduğu kimi, üçüncü mərtəbənin də özünə məxsus eyvanı var və eyvan hissəsində sizin üçün göstərəcəm.
ürəkaçan bir evdir. Monolitlə tikilmiş bir evdir. Üz görünüşü də artıq görmüsünüz. Ağlayla düzəlmiş bir evdir. Evin keyfiyyətinə söz ola bilməz. Sənədlər tam qaydasındadır. Yerləşmə yeri çox gözəldir. Razinə neftçilərə yaxın bir ərazidə yerləşir. Əhatəsi hamısı villalardır, həyət evlərdir. Əziz dostlar, evin qiyməti başqa səhifələrdə 395-400 min manatla paylaşılır. Biz bu evi, əziz dostlar, 375 min manatla paylaşırıq. Real alıcı olarsa ev sahibi ilə yenə də razılaşmaq mümkündür. Buyurun, nömrəmiz səhifədə var. Əlaqə saxlayın. Sağ olun, var olun.